Siz şair değilsiniz. Ümumiyyətlə sizin yazdıqlarınız... Siz üçün şair olmaya bilərəm. Mənim üçün yox. Məsələn, mən sizin yazdığınız şeirlərdən burada bu canlı yayım ərəfəsində 100 dənəsini deyərəm. Dedə bir dənə. Birini deyim, məsələn, səhər-səhər birini yazmışam, paylaşmışam. Lap yaxşı. Lap yaxşı, mən səni alqışlayıram, sən də yaz, gəl qoşul mənə. Bax, sizin yazdığınız söz yığınağından ibarət, mən də bir söz yığınağı yazdım. Mən sizə bu ixtiyarı vermirəm, söz yığınağı deyəsiz. Mənim bu düşüncəmdir, mənim fəlsəfəmdir, mənim satiramdır. Onda mənim fəlsəfəmi burada tapın. Siz özünüz bilirsiniz, özünüzdə nə deyər? Siz özünüzdə söz yığınağı deyə bilərsiniz. Çünki siz özünüzə o hörmət eləyirsiniz. Xahiş edirəm, həddinizdə biraz fikir verin. Oğurladım saqqızını, qoydum cibimə. Tikdim sizin ağzınızı, gəldim evimə. Bax, yenə Elza Seyidcahandan istifadə elədi. Nə oldu? Sözün çatmadı, tapa bilmədi, tikimi nə tutdun ki? Nəzirə yazın. Sizə nəzirə yazın. Kim mənim sözüm, müəllif hüququm var. Sizə nəzirə yazın. Yox, tapım sənə bu nəzirə yazın. Sizə nəzirə yazın. Sizin məsələlərə münasibəti bu formada. Gəlin bax. Yaz, oxuma onu. Sən mənim sözümdən istifadə qədər. Özün yoxsan orada, orada Elza Seyidcahan var. Onu çıxart. Bəli. Hə. Tikilmiş ağzınızla baxırsınız. baxırsınız. Tikilmiş ağzın bağlansın. Sizə yazığım gəlir. Danışma, o şeiri danışma. Sizə yazığım gəlir. İstəyirəm daha barı söküm sizin ağzınızı, cibimdən saqqızı çıxarıb